Düz bax 15 dəqiqə danışırdım uzun dəqiqə. Göy gürültürdü 2 saat. Telefonda göstərirdim Samuqda açıqlıq idi vəziyyət. Gəncədə Samuqda. Şəmkirdə o tərəflərə baxdım. Burada tamamilə elə bir rəssam çəkmişdi. Qalaq-qalaq dairələr var idi bu hissələrdə. Və indi göy gürültüdür o hissələr. Bombuz. İndi 100% dünənləri yağıb, gecə də onsuz çay sudu. Sultatlar nə bilim, Abşeronla Bakı deyirlər, Bakı deyil olar. Bakı xanlığının əvvəl, yəni Şirvanşahların Abşeron girişi oldu. Bakı deyəndə Bakı əlboy deyir, əsas Bakı ətrafı, yəni ora Abşeron girişidir. Uzaqdan təyər gedib göstərə bilmir. Görsəniz də. Bir də o zolaq kimi çəkmişdən göstərir. Onsa bayaq dedik ki, yağ. Qaldı. Səma belənsin. Bayağı Kübə yaylaq. Elə bir ki, Qubadasan, Şabrandasan. Tüm hamısı canlılar qəribədir, niyə gizlən. Mən deyirəm, bir dənə şartı belədən patlanacaqmasın. Amma bunlar belə. Yəni, quşlar da artıq qaçdı, sığırsın, qaranquş, qağaylar gedirdi. Cəmi bir saat əvvəl uçurdular burada, bilirdilər ki, hava olub yağacaq. Bir saat yox, yarım saat əvvəl danışdım. Orada çox sakitçilik. Bu leysanla tökəcək axşama kimi. Hər yerdən yəqin ki, çəkiliş dolu olacaq. Bakının mərkəzləşmiş drenar sistemi olmayan hər şey bulvara kimi suyun içindədir. Keçdəz adam üzülür. Heç nə, burada təbiət. Həmd olsun yaradana. Deyir məzlumun yətində yaradan yer göy nemətdir. Təsərrüfat üçün olan, bu heyvandarlıqla məşğul olanlar hər bölgə 2 metrəyə çatır bütün dərman bitkiləri.